Salam, hər vaxtınız xeyir. Aşura günləri kütləvi donorluq təşviqatdan çox zərurətə çevrilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə kameralar önündə yenə qan verəcək. 76 yaşlı şeyx bəlkə də xəbərsizdir ki, qanı özündən başqasına fayda vermir. Bunu mən iddia etmirəm, tibb elmi deyir. Qan donorluğunun yaş sensi 18-61 arasıdır. Yaşı 61-i keçən ilk dəfə qan verirsə, donor ola bilməz. Daha əvvəl qan bağışlayıbsa, sağlamlığa yol verdiyi müddətcə 65 yaşına qədər donorluq edə bilər. Vaxtı ötmüş donorluğu din xadiminin səhvi deyil. Məsləhəni icra edən həkim primum non nocere, öncə zərər vermə altın düsturunu tibb fakültəsində öyrənmiş olmalıdır. Qan aldıranda qanın tərkibi yenilənir, lakin donorlardan 1 unit, yəni 450 mg qan götürülür. Bu da bədəndəki qanın təqribən 10%-dir. İrəli yaşlarda qan azlığı xarakterikdir. İnkişaf edən xəstəliklər də istisna deyil. Bu yaşda insanların bir vahid qan verməsi özlərinə zərərlidir, pasiyentlərə də faydalı olmamaqdan başqa yüksək riskdir. Milli Məclisin keçmiş üzvləri Eldar İbrahimov, Hüseynbala Mirələmov, deputat Cavanşir Paşazadə, Bakı yeparxiyasının arxiyepiskopu olmuş Aleksandr İşeyn, Dağ Yəhudələri Dini İcmasının rəhbəri Milik Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Mübariz Qurbanlı da qanvermə aksiyalarında iştirak ediblər və yaşları 70-80 arasıdır. Aleksandr İşeyn 69 yaşında uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Keçmiş Gənclər və İdman naziri Azad Rəhimov da talasemiyalı xəstələrə qan vermişdi. Qan bağışından bir il sonra onkoloji xəstəlikdən vəfat edib. Hər iki mərhumun donorluğu özlərinə və başqalarına həyati təhlükə idi. Nazirlər Kabinetinin 61 sayılı qərarı ilə donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin siyahısı mövcuddur. Bura infeksiyon xəstəliklərdən tutmuş, qan xəstəlikləri, bəd xəstəlik şişlər, ürək-damar, tənəffüs orqanları, həzm, qaraciyər və öd yolları, böbrəklər, lor orqanları, göz-dəri xəstəlikləri və s. aiddir. İnsulin qəbul edən diabet xəstələri də qan donoru ola bilməzlər. Elmi tədqiqatlara görə hər 5 nəfərdən yalnız ikisi qan verə bilir. Etiraf edim, sağlıq durumumdan dolayı mən də donor ola bilmərəm. Səhiyyə Nazirliyində bu dərəcədə bilgisizlik ağla sığmazdır. Türk yazarı Cənab Şəhabəddin demiş, tibbiyyədən hər şey çıxar, arada bir də doktor çıxar. Bu təşviqdirsə, Paşazadənin personası bütövlükdə dindarlar üçün bir etalon deyil. Möminlərin örnək aldıqları, İslami dəyərlərinə güvəndikləri nisbətən cavan din xadimləri, ictimai əhəmiyyətli insanların prosesə qoşulması ilə verilən qan bir işə yarayar, xalq da nadan yerinə qoyulmamış olar. Gənc və sağlam donorla cavan qalmanın mümkünlüyünə inanılır. Bir sıra ölkələrdə plazma terapiyası adlı gənclik formulları istehsal edilir. Siçovullar üzərində aparılan təcrübədə yaşlı əzələ, hüceyrə və toxumaların bu sayədə bərpa olunduğu qənaətinə gəlinib. Elm bunun insanlarda təsirini təsdiqləməyə tələsmir, amma inkar da etmir.